Yarışın 3-cü günü 15 avqust tarixində 5 boksçumuz ringə çıxdı. Deməli, bir qız, 4 oğlan boksçu. Bunlardan qızlardan Banu Çiçək Nəsirli rəqibinə tam üstünlüklə qalib gəldi. Yunan rəqibini belə deyək, darmadağın elədi. 50 kiloda qalib gələn oğlanlardan isə Əli Əliyev rəqibinə çox rahatlıqla qalib gəldi. Məğlub olan boksçularımızın üçü də ağır çəkilidir. Deməli, 85, 90 və bir də 90 plusda döyüşən boksçularımız. 85 kiloda Heydər Əzməmmədov haqqında danışmışam. Deməli, Zaur Səmədov 90 kiloqram çəki dərəcəsində döyüşən boksçumuz İtaliyalı boksçu ilə döyüşdü. Rəqibi güclü idi, bəli, Zaur da zəif deyildi. Zaur da sona qədər döyüşdü. Burnundan zədələndi. Rəqib də 3-cü raundun sonlarında rəqib hiss elədi ki, gördü ki, burnu qanayıb. Həmin yerdən vurmağa başladı ki, bunu necə deyirlər, kontroldan çıxarsın, ancaq buna baxmayaraq Zaur sona qədər döyüşdü. Əlini qaldırma mərasimində düşünürdü ki, qalib gəlib və haqlı idi da düşünməyə. Çünki sona qədər döyüşmüşdü. Sadəcə olaraq hakimlər belə qərar gəldi ki, Zaur bu döyüşdə məğlub olub. Səfdər Məmmədzadə döyüşdü. Rəqibi Alman rəqibi idi. Güclü rəqibi idi, bəli, güclü rəqibi idi. Səfdərdən də boynu da hündür idi. Ancaq buna baxmayaraq Səfdər əla döyüşdü. Rəqiblə sona qədər mübarizə apardı. Ancaq ki, biraz nəsə çatmadı. O da çatmayan hazırlıq mərhələsidir ki, Zaurda da o cür oldu. Səfdərdə də oldu. Belə ki, məğlub olan boksçularımızda çatışmayan bir zərət var ki, rəqibə qarşı biraz hazırlıqsızlar. Ancaq buna baxmayaraq sona qədər döyüşürlər. Əsas odur ki, təslim olmursan. İdmançı ringdə təslim olmamalıdır. Əgər ki, o Azərbaycan bayrağını təmsil edirsə, o heç təslim olmamalıdır. Rəqib güclü ola bilər, ancaq bu deməkdə heç təslim olmaq lazımdır. Sona qədər döyüşmək lazımdır. Bir dəfə demişdim, yenə deyirəm, rəqibə hiss elətdirmək lazımdır ki, sən məni asanlıqla qalib gəlmədin. Yəni belə, uşaqlar, uğurlar, qalan idmançılarımıza uğurlar və bugün də maraqlı döyüşlərimiz olacaq 16 avqust tarixində, yarışın 4-cü günü.